Ukraynanın Rusiyanın strateji enerji obyektlərinə endirdiyi zərbələrlə bağlı yeni məlumatlar ortaya çıxıb. Financial Times nəşrinin məlumatına görə Amerika Ukraynaya Moskva neft emalı zavoduna və Rusiya ərazisinin dərinliklərində yerləşən digər hədəflərə zərbələr üçün kəşfiyyat məlumatları təqdim edib. Nəşr yazır ki, Ukrayna silahlı qüvvələrinin həyata keçirdiyi bəzi uzaq mənzilli əməliyyatlar Amerika kəşfiyyatının dəstəyi ilə həyata keçirilib. Eyni zamanda Qərb müttəfiqlərinin Vaşinqtonu Kiyevlə kəşfiyyat məlumatlarının paylaşılmasını davam etdirməyə çağırdığı qeyd olunur. Bundan əvvəl Qərb mediasında Donald Trump'ın Ukraynanın Rusiya ərazisindəki hədəflərə endirdiyi zərbələrdən təsirləndiyi barədə məlumatlar yayılmışdı. Məlumatlara görə Trump bu barədə Ukrayna lideri Vladimir Zelenski ilə söhbətində də danışıb.